İsmail yaxşı uşaqdır, mehriban, ürəyi təmiz, qoçaq oğlandır. Bax, bu yaxınlarda uşaqlar məktəbdən evə qayıdırlarmış. Birdən bərk külək qopur. Uşaqlar çayı keçəndə dadaşı sel aparır. İsmail özünü itirməyib, cəl çaya atılaraq onu xilas edir. Belədir. Amma neylərsən ki, dərslərini yaxşı oxumur. Elə hey axşama kimi ora-bura qaçır. Nənəsi isə heç bilirsiniz bir dəfə müəllimə nə deyib? Deyib ki, uşaq kitaba çox baxsa gözləri ağrıyır. Salam yoldaşlar. Salam, salam. İşlər necədir usta? İçəri hazırdır, bugün də buranı qurtarırıq. Hə? Bax, bu yaxşı. Çox sağ olun. Çox yaxşı insan adamdır. İnsanlığı qalsın bir yana, deyirlər çox yaxşı həkimdir. Buyurun Dilara bacı. Buralar heç yolub təmizlənməyib ki. Xeyr, çatdıra bilmədik Dilara bacı. Solmaz. Su gətir. Su? Bəli, su. Tez olun. Solmaz. Bəli. Uşaqlara çoxdan rəhbərlik edirsən? Bu ilin yazından. Pioner dəstə rəhbəri Bakıya gedən günlər. Nə üçün soruşursunuz Dilara bacı? Heç, elə belə. Deməli, həm burada işləyirsən, həm orada. Yaxşı, bəs sizin uşaqlar nə ilə məşğul olurlar? Bizim ayrıca təcrübə sahəmiz var. Biz orada meyvə tərəvəz becəririk. Heç bilirsiniz nə gözəl güllər əkmişik? Solmaz, apar yaşıl rəngli fırçanı bir İsmail'a. Tapşır hasarı rəngləsin. Yaxşı. Ancaq öz adından de, yaxşı? Baş. Dedim ki yok. Yok, olmaz. Olmaz. Güdrəni mənə vermər rəhliyim. Sən ki onların uclarını vur. Solmaz bacı, mən rəngləyəcəyim. Dedim ki sən rəngləməyəcəksən. İsmail rəngləyəcək. Nə deyirəm ki? İndi ki deyirsən əylə rəngliyim də. Rənglə. Bax belə. Çox döyürdün, dökülürsən yol çəkməyə. Gedəcəksən baş tutmadı arzun İsmail. Çoxlu olandın, ayılan tezdən oyandın. Bəs nə oldu tikintiyə getmədin qaldın. Hə, getmədin qaldın. Yenə başladın. İsmail, al. Ben sana dedim mi dilini sakla. Bak İsmail. Dilara hala gelin. İndirəcək. Teslim olsan. Bırak. Bu saat bırak. İsmail, bunların hamısının günahı səndədir. Ata mən tikinti aparmadı. Aparmadı. İndi də Səməd. Görərsən, elə bu gün çıxıb gedəcəyim. İsmail dəli olma, alnı başına yiyir. Görərsən, bir də evə qayıtmayacağım. İsmail dayan. Hara gedirsən? İsmail! İsmail dayan!
Daş dadaşdan öyrən gör ora gəlməyib ki. Tez ol. Narahat olmayın Dilara bacı. O budaqların hər bir cığırına bələddir. Solmaz, əzizim. Uşaqları götür, onu bir də yaxşı-yaxşı axtar. Qəmər xala, bəlkə sən biləsən, İsmail harda ola bilər? İsmail'i sənə tapşırıblar. Cavabını da özün verərsən. Hoş gördük dostum. Oho, İsmail, hoş gelmişsin. Salam. Ne olub yenə? Qaşqabağın yerlə gedir. Atam beni hiç istemiyor. Söz vermişti ki ben özüyle tikinti yaparsın aparmadım. Niyə? Nədən ötürü? Derslerimden 2 almışım. Yaxşı qutarmısan. Belə işlərin üstündə atam həftələrlə üzümə baxmazdı. Bəs necə? Eğer ki seyri, sen kənd təsərrüfat məktəbini qurtarmasaydın səni Bakıdan koyardılar mı? Oğul, ata adamın üzünü danlar da, ata adam acıqlanar da. Danlamak öğe anası olmaktan yaşlıdır. Ben bir de eve kaybetmeyeceğim. Burada kalacağım. Necə? Evdən qaçmaq? Yox, sən çox pis fikrə düşübsən oğul. Oxumaq lazımdır, oxumaq. Ay oğul, sən keçmişin qara günlərini görməbsən. O vaxt məktəb nədir? Bizi heç adam yerinə qoymazdılar. Oğul, başını aşağı sal, dərslərinə fikir ver. Oxu. Başa düşdün? Hə, İsmail, gedək. Sen dayı, hoş gelmişsin. Diyesen hayfın gelir. Düzünü desəm, həm hayfım gəlir, həm sevinirəm. Hayfım ona görə gəlir ki, uşaqlıqdan bağışları öyrənmişəm. Onlardan ayrılmaq istəmirəm. Sevinirəm ona görə ki, ay oğul, yol adamı aydınlığa çıxarır. Yol mədəniyyət, dövlət var deməkdir, ay oğul. Elədir sen dayı. Abdül, bak bitirme. Çalış bu gece her şey öz yerinde olsun. Gece özüm gelip yoklayacağım. Arkayla yoldaşları. Könlüm sanması nasıldır, Kerem olup yanasıdır. Könlüm sanması nasıldır, Kerem olup yanasıdır. O körpemin anasıdır. O körpemin anasıdır, öz körpemin anasıdır. Vurulmuşam hoş çağır. Demək bugün də kəndə getməyəcəksən? Görürsen de Hüseyin dayı. Gündüz gün ışığında, gece de ay ışığında işleyir. Hiç bak tapıp eve de değebilmez. Evə bir baş kəsəydin pis olmazdı. Ne olur ki dayıcan? Dilara yazır ki sağ salamatlıqdır. Dilarə ilə Civana zən deyil ki, sənə şikayət yazsın. Axı Dilara özü mənə yazır ki... Nə Dilarə? Uşağın evini yıxmısınız, indi də yapışmısınız yazıq Dilarənin yaxasından. Evin başçısı sənsən, uşağın qayğısına qal.